السلام عليك يا أبا عبد الله، السلام عليك يا ابن رسول الله. فلعن الله أمة أسست أساس الظلم والجور عليكم أهل البيت. اللهم اجعلني في مقامي هذا ممن تناله منك صلوات ورحمة ومغفرة. اللهم اجعل محيا محمد وآل محمد، ومماتي ممات محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على سيدنا ومولانا حبيب قلوبنا وطبيب نفوسنا أبي القاسم مصطفى محمد. اللهم صل على محمد وعلى أهل بيته الطيبين الطاهرين، ولعنة الله على أعدائهم أجمعين. قال الله الحكيم في كتابه الكريم: أقم الصلاة لذكري. صدق الله العلي العظيم. Çox gözəl bir bəhs zehnimə gəlmişdi. O günləri onun barəsində bir hədisi burada əzizlər üçün oxuduq. Bəzi qardaşlar var idi, eşidiblər. İndi o həmin mövzunun biraz geniş formasında, əlbəttə xülasə istəyirik xidmətinizə çatdıraq. Dinimizdə, Qur'an-ı Kərimdə ayələr və hədislərimizdə bizə gələn xitabələr ki var, müxtəlif formalardadır. Bir yerdə məsələn Qur'anda görsən Allah-u Teala nəzsə bizi başa salmağa dastan formasında danışır. Bir yerdə tövsiyə xarakterli daşıyır, bir yerdə əmr eləyir. Hədislərimiz də belədir. Məsələn dinimizdə biz Qur'an-ı Kərimə baxanda görürük ki, məsələn namaz barəsində birbaşa indi ayə ki tilavət elədiyi xidmətinizə Allah-u Teala buyurur ki, Aqimis salata li zikri. Əmr eləyir birbaşa. Namazı bərpa eləyin li zikri. Məni yad eləməyə görə, məni zikr eləməyə görə namaz qılın. Allahı yaddan çıxartmayın. Bəzən məsələn birinə görsən deyəndə ki, sən Allahı yaddan çıxartma həyatında, Allahla yaşa. Bir ki, həmişə Allah mənim yadımdadır. Namaz qılırsan, yox. Allah yaddadır, amma Allah-u Teala deyir ki, o yad yox. Mənim yadım namazdır. Aqimis salata li zikri. Və yaxud bir yerdə görsən ki, nədənsə nəhy edir, deyir, eləmə bu şey. Burada deyir, iqamə elə bu işi. Və yaxud deyir ki, məsələn, və la təqribuz zina. Zinaya yaxın getməyin. Bəzi yerlərdə də görsən ki, birbaşa əmrdir və deyir ki, belə olun. Məsələn, Qur'an-ı Kərimdə buyurur ki, kunu qavvaminə bil qist. Şuhada lillah. Allaha görə belə olun ki, qavvaminə bil qist. Allah yolunda şəhadət verməkdə, ədaləti bərpa eləməkdə o yolda olun. Belə olun ki, ədaləti bərpa eləyin. Kunu qavvaminə bil qist. Yəni belə olun ki, bir cürə rəftar eləyin, danışın. İndi burada şahidlikdən deyir, başqa yerdə ayrı cürə deyir. Ki, yer üzündə ədalət bərqərar olsun, yer üzündə ədalət bərpa olsun. Ardınca buyurur ki, وَلَوْ عَلَى أَنْفُسِكُمْ. Hətta sizin zərərinizə də olsa belə, sizə zərəri də varsa bunun, görsən ki, bir söz desən, düzgün şəhadət versən, sənə zərərdir, amma deyir ki, ədalətə görə bu işi görgünə. Və yaxud buyurur ki, sənin yaxınlar var, valideynlər var və ilə axır və ilə axır. Zərərinizə olsa da belə ədalətdən qırağa çıxmayın. O ayrıca məsələn eyni bu ayə kimi var, deyir ki, bəla və bir dəstə insanların töhməti sizə bais olmasın ki, sizə ədalətdən qırağa çıxasınız. Kunu.
Burada dedi belə olun. Və başqa bir yerlərdə də var deyir ki, la təkunu və ya la təkun. Məsələn, Həzrəti Peyğəmbər salavatıllaha bir salavat zikr eləyək. Allahümmə salli ala Muhammed. Ayrı ayələrin birində Allah-u Teala xitab edir. Quranın əmri və nəhiylərindən söhbət edir ümumilikdə və dedi ki, bəzi yerdə var ki, deyir ki, bir belə olun və bəzi yerdə dedir, belə olmayın və ya belə olma. Allah-u Teala Quran-ı Kərimdə birbaşa Peyğəmbər sallallahu əmr edir, vasbir, vasbir, səbirli ol, li-hukmi Rabbika. Allahın hökmündə, Allahın qanunlarında səbirli ol yine. Möhkəm ol. Yəni din yolunda insan yerə səbirli ola. Hak yolunda, dini qabağa aparmaqda, din yolunda gərək insan səbr edə, naümid olmaya. Və dalınca da buyurur ki, və la təkun kə sahibil hud. Səbirli ol, o balığın qarnına düşən Peyğəmbər kimi olmayacaq ki, o səbirsizlik elədi, tez bala istədi, öz qoyma için. Və la təkun kə sahibil hud. Olma belə, yəni səbirsizlərdən olma yine. Bu da xitabalardan biridir. Təbərrükən oxuyuruq ayələri ki, eşidək, sonra həmin o hədis ki var, onun barəsində istəyirəm deyək. Və ya ayrı bu ayədədir ki, və la təkun kəlləzinə nəsullah. O kəslərdən olma ginən ki, Allahı yaddan çıxardıblar. Bu kəslərdən də olma ginən. Və la təkun kəlləzinə nəsullah fəənsahum ənfusum. Ki, cəzası da bu olar ki, elə bunlar Allahı yaddan çıxartdılar. Özlərini də yaddan çıxarlarlar ki, nəticəsi insan da Allahı yaddan çıxardı, özünü də yaddan çıxardı, yavaş-yavaş fisq-u fucur əhli olar, fasiqlərdən olar, fasiqlərin cərgəsinə sayılar. Bu ayələrdə ki, xidmətinizə oxudu, Allah-u Teala xitab edir ki, ya belə ol, ya belə olma. Belə hədislərimiz də çoxdur. Bizə deyir ki, məsələn, belə ol və yaxud deyir ki, belə olma deyilən ki, o hədislərdən birin o gün əzizlərə oxumuşduq, sizlərə də istəyirik. Oxuyaq təbərrükən, gözəl hədisdir. Həzrəti Peyğəmbər salavatullah bu mübarək hədisdə buyurur ki, la təkun. 4 dənə mühüm insanı zəlalətə aparan, uçuruma aparan xüsusiyyətlər Həzrət bu hədisdə sayır və bizlərə deyir ki, belə insanlardan olma ki. Və la təkun əyyabən. Eyib axtaran insanlardan, çox eyib axtaranlardan olma yine. Hər yerdə eyib axtarım, hər yerdə nöqsan axtarım. Cəmaatın çatışmamazlıqlarını ancaq axtarım, tapım. Hər yerə sərək, farsada demişkən, çəkin, baş çəkin, maraqlanım, görüm ki, elə hər kəsin harada nə çatışmamazlığı var. Bir bu insanlardan olma yine. Əyyab insanlardan olma. Bu birinci xüsusiyyətdir. Peyğəmbər sallallahu buyurur ki, və la təkunu, belələrdən olma. Ki, bu xüsusiyyət adamı uçuruma aparar, insanın həyatını dağıdar. Barəsində çox danışmaq olar da bunun barəsində. Məsələn, biz nə qədər möminlərin arasında dostluqlar görmüşük, yoldaşlıqlar görmüşük məsələn. Və ya adi elə möminlər ki, bir yerdə namaza gəlirdilər, ibadət edirdilər, bir-birlərindən eyiblərini axtarıb görməklə görsən, düşmən olublar bir-birlərinə. Nə qədər ailələr dağılıb bu şeylərlə. O günləri dedi elə burada. Məsələn, görsən ki, qadın kişinin telefonu ilə maraqlanır. Görmələn bu kişi kimə nə yazıbdı, kimlə nə inibdi. Bir dənə də bir şey gördü. Məsələn ki, bu anasına indib yazıb da bir söz yazıb. Məsələn ki, xanım barəsində ki, o da bilməyib də məsələn belə eləyib. Nə istəyir, indi bir şey düzəltsin də aranı sakitləşdirsin məsələn. Sən mənim barəmdə filan kəsə belə yazıbsan, nə bilim nə, görürsən ailə dağıldı, dava aşağı, indi başqa məsələlərdəki özünüz məndən yaxşı bilirsiniz. Amma Allah-u Teala, Həzrəti Peyğəmbər sallallahu bu hədisdə buyurur ki, eyib axtaranlardan olma. Ailə məsələlərində neçə şey əsaslıdır, belə ol ki. Ailə məsələlərindədir, insan neçə şeyə görə əsaslanar. Birinci ən mühüm məsələ ailələrdə təğafuldur, təğaful. İnsan özün qəflətə vura, gördü özün görməməzliyə vura, bildi özün bilməməzliyə vura. Eşitdi, elə bir ki, heç eşitməyib. Gördü ya, məsələn,
bunun barəsində nəsə bir ailədə bir söz dedilər və yaxud indi kişi də əsəbləşdi bir söz dedi və yaxud qadın da əsəbləşdi nəsə ağzından bir söz çıxdı. Özün vura eşitməməzliyə, sözün də dalın tutmaya. Bir hərəkət gördü, ondan da dalın tutmaya. Təğaful mühüm məsələdir ailədə. İnsan özün qəflətə vura. Təsahül, yüngül tutmaq, asan tutmaq, hər şeyi çətin tutmaya ki, elə hər nə nöqtə vergülünə kimi bir yer öz yerində olmalıdır. Yox, indi belə olmalıydı, belə olmayıb, belə olubdu da məsələn. Gərək belə ola. Təcahül, insan çox şeylərlə maraqlanmaya, özün cəhalətə vura, hər şeyin dalınca getməyə, kökünə kimi gedə, maraqlana görə ki, nə oldu, necə oldu, kim nə demişdi, necə eləmişdi. Və təsamuh. Təsamuh da yəni müsamihə. Yəni, sülh eləməyi bacara, yola verməyi bacara. Bir söz deyib, indi tez üzr istədi, sən də bağışlamağı bacarasan, müsamihə eləyəsən də, yola verməyi bacarasan. Ailələrdə bu 4 şey əsildir. Təğaful, təcahül, təsamuh və təğaful. Bu 4 şeyi gəlir insan əgər bu əsilləri riayət eləsə, ailələrdə sakitçilik olar da, insan rahat yaşayar. Öz əsəbləri də korlanmaz. Ailə də səfa, səmimiyyət içində yaşayar. Və dinimiz buyurur ki, möminlərin arasında da belə ol ki, çox eyb axtarma ki, möminlər arasında. Eyb axtarsan, bir şey görəsən, kin-küdurət girəcək qəlbivə. Gördün ki, sənin barında bir söz deyibdi, bir şey elibdi və yaxud hansısa sənin xoşuna gəlməyən bir hərəkət elibdi. Yavaş-yavaş adamda görsən təkəbbürü yanılır və ilahır və ilahır. Allah-u Teala Qurani Kərimdə çox gözəl ayədir. Yaxşıdır adam hətta qunutda da bu duanı arada oxuya ki, buyurur vəllezine ca'u min ba'dihim yaquluna. Deyir bu muhacir və ənsarlardan sonra gələnlər Kərbəla yaşayan. Yəni bizlər, biz ki o vaxt olmamışıq, nə mühacirlərdən olmuşuq, nə ansarlardan. Bunlar deyir, nə deyərlər? Yəqulun, belə deyərlər. Deyərlər, Rabbana, iğfir lana, pərverdigara, bizim günahlarımızı bağışla və li-ixvaninəl-ləzīnə səbəqunə bil-iman. Və o möminlər ki, bizdən qabaq, imanda bizdən qabaq olublar, pərverdigar, onları da bağışla. Əgər sağdırlarsa, diridirlərsə fərqi yoxdur. Ta necə ki biz o Fatihə verəndə deyirik, Allahum əğfir lil-mü'mininə vəl-mü'minət, əl-əhyâi minhum vəl-əmvət. O ki, bizdən qabaq iman gətiriblər, gediblər. Deyir, belə dua eləyər. Rabbənə əğfir lənə və li-ixvaninəl-ləzīnə səbəqunə bil-iman. Onlar ki, məndən qabaq iman gətirmişdilər. Pərverdigar, onları da bağışla. Və la təc'al fi qulubina ğillən lilləzīnə āmənu. Və iman gətirən möminlərin barəsində mənim qəlbimdə kin, küdurət qərar verməginən. O möminlərlə belə rəftar eləginən. Biz özü aparginən ki, qəlbində kin, küdurət yaranmasın. Rəfət, rəhmət, mehr, məhəbbətlə möminlərin arasında rəftar eləginən ki, dinimizin buyurduğu budur. İnsan gərək belə ola, belə yaşaya. Bu birinci xüsusiyyətidir. Həzrəti Peyğəmbər sallallahu buyurur ki, bu kəslərdən olmaginən. Kimdir? Həyyab, çox eyb axtaran insanlar. İkinci buyurur ki, vəla məddahən. Məddah yəni elə hər yeri gəldi, gəlmədi insanları tərifləyən, yaltaq adam. Bunlardan olmaginən. Kimisə məsələn görsəm vəzifəsinə görə, puluna görə, nəmnəyinə görə elə hər yerdə yeri gəldi, gəlmədi, tərifləginən, elə ancaq yaltaqlıq eləginəndir. Yox, yaltaq adamlardan olmaginən, vəla məddah. Bunlardan da olmaginən. Ki, insanı uçuruma aparar da, görsən adamı zəlil eləyər. Yersiz mədh eləmək, elə hər kəsi yeri gəldi, gəlmədi. Yoxsa möminlərin arasında bəli, insan şirin sözlə danışar. Dininə görə, elminə görə, mənəviyyatına görə kiməsə ehtiram qoya və yaxud onu tərif eləyə, üzünə arxasında da olsa bir yeri var. Və la ta'anən, ta'nə vuran adamlardan da olmaginən. Elə hər yerdə ta'nə vurginən, öyüd nəsiyyət verginən. Elə
bir bəhanə axtar girən ki, birində məsələn bir balaca görsən ki, bir şeyə düşübdür, başda ona tənə vurmaya ki, və sənə demədin belə eləməklə belə elə. Fərqi yoxdur, istər möminlərlə, istər ailədə, elə hər yerdə tənə vursan, tənə insanın şəxsiyyətini alçaldar və insanları qaçırdar adamdan. Deyir, tənə vuran adamlardan da olmaqla vəla mumariyan. Mumari də ki, yəni mücadilə eləyən, cədəl eləyən, hər yerdə, hər nəyə görə bizim dildə desək, spor eləyən, cədəl eləyən adamlardan da olmaqla. Dünənləri də bir hədis oxuduq elə burada əzizlərə xidmətinə ki, orada da deyirdi. O insanlar Peyğəmbər sallallahu buyurur ki, mən behişli zəmanət verirəm. Hətta haqq olanda da belə mücadilə eləməsin. Hər yerdə elə cədəl eləməsin. Valla onun ki, sözü haqdır. Amma deyir, özü adət elətdirməklə elə hər yerdə spor eləməyə, cədəl eləməyə, bir nəfərə sübut eləməyə ki, elə mən dediyim düz idi. Bir dəfə dedin, ola bilər indi başı düşmədi bir söz dedi. İkinci dəfə də dedin, qəbul elədi, eləmədi, Allah köməyin olsun. Yəni, hətmən mən buna nəyisə sübut elətdirim. Deyir, yox, mücadilə eləyən adamlardan da olmaqla ki, bu xüsusiyyətlər insanı uçuruma aparar. Allah-u Teala inşallah bizləri gözəl əxlaqla bəzənən və pislikləri özümüzdən uzaqlaşdıranlardan qərar versin inşallah. Peyğəmbər Ali Peyğəmbərə bir salavat zikr eləyək. Allahümmə sallallahu. Amma əziz qardaşlarımız indi bir zikri müsibət eləyəcək, əzadarlıq eləyəcək inşallah. Həzrət Qasım hamımız bilirik, İmam Həsən əleyhissalamın xırda oğlu idi ki, Kərbəlada İmam Hüseyn əleyhissalamın yanında idi. Onunla bir yerdə gəlmişdi Kərbəla torpağına. Deyir, Həzrət İmam Hüseyn əleyhissalam, inşallah, buyurardınız yavaş-yavaş ki, mən selim, siz də başlayasınız. Əshabına danışanda ki, bəs sabah hamı şəhid olacaq, Həzrət Qasım deyir, şoqla soruşdu ki, əmucan, mən də şəhid olacaq. İmam Hüseyn əleyhissalam soruşdu ondan ki, bəs şəhadət sənin yanında necədir? Sən ölümü necə dərk edirsən? Necə görürsən ölümü? Məşhur sözdür, deyiblər, əzizlər, eşitmişik ki, Həzrət buyurur ki, əhla minəl əsəl. Baldan da şirindir Allah yolunda candan keçmək. O 13 yaşında bala, oxurda cavan. Deyir, mən bu ölümü baldan şirin bilirəm. Zikri müsibətin bir dənə xırda bu yeridir ki, Həzrət deyir, gəldi meydana, vuruşdu və məlunlardan biri onun başına bir qılınc zərbəsi vurdu. Həzrət yıxıldı yerə, əmisini çağırdı. Ya, əmucan. Deyir, İmam Hüseyn əleyhissalam yazırlar ki, qartal kimi şığıdı meydana. Qılıncla hərəni vurdu bir tərəfə. Deyir, bunlar ki, döyüşürdülər İmam Hüseyn əleyhissalamdan, toz torpağa qalxmışdı. Həzrət Qasım atların ayağının altında qalmışdı. İmam Hüseyn əleyhissalam kestirdi. O məlunları uzaqlaşdırsın meydandan. Atların ayağının altında qalmışdı. Yazırlar deyir ki, İmam Hüseyn əleyhissalam ki, bunları uzaqlaşdırdı. Ravi deyir, mən toz torpaq yatandan sonra gördüm ki, İmam Hüseyn əleyhissalam əyləşib Həzrət Qasımın başının üstündə. Həzrət Qasım yerdə atların ayağının altında qalıb can verir və Həzrət deyir, can verə-verə ayağını sürtürdü yerə. Ayaqlarını çabalayırdı. Ələ la'nətullah aləl qavmiz zalimin. Ya garib el-vatan Ya aziz el-zahra Gelin aşk ile yazar üzlerimizi muhalin
Başlıyor Kasım'ın adıyla bugün Sersuhaliye meclise davet edek şahsen İmam-ı Hazretiye adıma kurban ağam saklasın meddi nezerden her yürek dağlayanı vardı görsün ne kadar Gazimi'nin ağlayanı yaralı ağamayı germedim Kasım'ın eşki bizi baştan ayağa elimiz yetmir afsus o hayali konağa Qətligahında irade eləyək ağlamağam Bu yeri xeyme-i şah-ı şühəda fərz edərik Qara köynəklə mübarəkdir şəhadət deyərik Ağam ağam neynediler Her bir no ile öz kinezin etti eleni Saldılar bir hale olaleye benzer bedeni Kefen oldu dağılan cismine öz pirahani Ah Aşıkın peykerinin guslu gerek kan olsun Çeşmelendi yarelerden kuru toprağa kanı Yağışıp nize değen sinesine hasta canı Ağam 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 yaralıyım Ne diyeyim saldılar ne hale o bir kez balanı Gülde gülşende çetin bir bele talan olsun Zəxmi şemşirleri gahda jübüb gahda cidan Nizeler ahda balık tek çabalırdı o bala Bilmirəm çatdı ayağa çatmadı əğyamə zəda Əmucan gel Merkebin mindin zeyn azim meydan oldu Telliden endin zeyn Qətligahın kuşasına Hıla deyir Həsənimi yadigarıdır bala bala Telliden endin zeyn Qətligahın kuşasına Kasım'ın gördü koşunu hala vurup dövrasına Sami oldu kulağı Gel emu gel nalesine Gördü Kasım'da ölürem emu hayandasın Hazreti gördü erazi dağılıp etti ferayar Gül kalıp yerden veli sinesizde dolu khar Kaça kaç düştü ayak aldı o gül gördü fijar Az kalıp heykeli toprağına yeksan olsun Yaralım adam ey Ah ey, ah ey Ay alttan dedi dil el sakla ama gözlemeli At ayakları dağıttı bu dağılmış bedeni
Elə tufandı görürsən nə məni, mən nə səni. Yetişim Dade Qasım, sənə qurban olsun. Səsilə oldu biyabanlara avara nədir. Qaldı qara günə bu bəxti günü qara nənun. Bağlamışdı sənə ümidini biçare nənun. Ay bala, ey Müctəba nişanəsi, şayəzdə navcavanım. Ey Müctəba nişanəsi, şayəzdə navcavanım. Bağ edimdi gülşən, sərayı Kərbəlanı. Ey murği xəstə lay lay, ey pərşikəzdə lay lay, ey murği xəstə lay lay, ey dil şikəzdə lay lay. Saldılar addan Əmucan, Qasimi dəcdi bəlaya. Yarələr eylir əziyyət, hardasan tez gəl haraya. Gəl əmu can istəyəm, mən xəstəyəm, mən xəstəyəm, mən xəstəyəm, mən xəstəyəm, mən cismimin atlara yağı eyliyimdi para para. Canı zəhra qoyma qızlar, cismimə etsin nəzarəm. Az qalır nəşim bükülsün, nəşi əkbər tək əbaya. Az qalır nəşim bükülsün, nəşi əkbər tək əbaya. Gələm o can istəyəm, mən xəstəyəm, mən xəstəyəm, mən. Gələm o can istəyəm, mən xəstəyəm, mən xəstəyəm, mən. Xeymələrdən ayrılandan əskəri qoydum, utandım. Saldılar axəri sarı, vurdular qana boyandım. Yarələr eylür əziyyət, hardasan tez gəl haraya. Yaralar eylür əziyyət, hardasan tez gəl haraya. Gələm o can istəyəm, mən xəstəyəm, mən xəstəyəm, mən. Gələm o can istəyəm, mən Xəstəyəm, mən xəstəyəm, mən. Gələm o can istəyəm. Ey Kərbəlanın təşnələb qurban Qasım, Səhra-i eşqin yarəli tərlan Qasım. Səhra-i eşqin yarəli tərlan Qasım. Yatma yaralı dur gedək, Zəhra maralı dur gedək. Yatma yaralı dur gedək, Zəhra maralı dur gedək. Eyvay əzizim, eyvay əzizim, eyvay əzizim, eyvay əzizim.
Heyəti bir səs verinə qurban olum. Eyvah Yazid. Maşallah, eyvah Yazid. Qulaq as sözlərə. Qaldı bəzəkli hiclə cahində yalandı. Qana batan sinim misali qandı qəlbim. Qaldı bəzəkli hiclə cahın yandı qəlbim. Qana batan sinim misali qandı qəlbim. Gəldi səsim meydan edən otlandı qəlbim. Axtarmışam səndən sarı hər yanı qasim, hər yanı qasim. Yatma yaralı dur gedək, yatma yaralı. Zəhra maralı, Zəhra maralı. Dur gedək, eyvah Yazizim, eyvah Yazizim. Uca denən, eyvah Yazid. Eyvah Yazid. Zim, eyvah bulup de başımı xəncər azizim. Cismin olup de gül kimi pərpər azizim. Qolları gələk dəxil üç qeyrətin qurban. Ah eyvay bölümdü başımı xəncər əzizim. Cismin olub de gül kimi pərpər əzizim. Gəl sinəmin üstün elə bəstər əzizim. Lay lay deyim yataqladım Zəhranı qasim. Lay lay deyim yataqladım Zəhranı qasim. Yatma yaralı dur gedək, yatma yaralı. Zəhra maralı, Zəhra maralı. Gedək, eyvah Yazizim, eyvah Yazid. Uca denən, eyvah Yazizim, Eyvah Yazid. Zim gözdən axan mərcanları Zəhraya sayır. Qəlbim sınır bir səslərə ki bari gayrı. Qanlı dodağınla mənə bir busə pay ver. Olsun o bu Əkbərin ehsanı qasim. Qolları gələ ağaların ağasıdır Əbi Əbdillah. Ağaları ağasıdır Əbi Əbdillah. Ürəklərin səfasıdır Əbi Əbdillah. Ürəklərin səfasıdır Əbi Əbdillah. Ağam 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 Əbi Əbdillah. Uca denə uca. Ağam 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 Əbi Əbdillah. Maşallah bir də. Ağlama mənim qəmimdə, ağlasan Hüseynə ağla. Ağlama mənim qəmimdə,
ağlasan Hüseyin'e şehitler diye men ana fedai dine sen de başa gare bağla men ana fedai dine sen de başa gare bağla ağlama benim gemimde ağlasan Hüseyin'e ağla ağlama benim gemimde ağlasan Hüseyin'e ağla ağaların ağasıdır Ebi Abdillah ağaların ağasıdır Abi Allah yüreklerin sefasıdır Abi Abdillah İlla behişti Kerbelasıdır Abi Abdillah ağam 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 Ebi Abdillah ağam ağam Ebi Abdillah ağam ağam ne olar ses verin de heyətidir burada örgənir məhərrəmə hazırlaşırıq ağam Əhl-i haq gərək ölüncə Pasidar nehzət olsun Hafiz-i levai Kur'an Hami-i şeriət olsun Qoy ana şəhid olun mən Rəhbərim səlamət olsun Qoy ana şəhid olun mən Rəhbərim səlamət olsun Ağlama benim qəmimdə Ağlasan Hüseynə ağla Ağlama benim qəmimdə Ağlasan Hüseynə ağla Ağaların ağasıdır Əbi Abdillah Ürəklərin səfasıdır Abi Abdillah Allah beşli Kerbelasıdır Ebi Abdillah beşli Kerbelasıdır Ebi Abdillah ağam 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 Ebi Abdillah ağam ağam Ebi Abdillah ağam 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 Ebi Abdillah ağam ağam Ebi Abdillah men ana yaralananda derdimin devası geldi gözlerime kan dolanda gözlerin ziyası geldi men ana yaralananda derdimin devası geldi gözlerime kan dolanda gözlerim ziyası geldi başım üstte can verende Fatime balası geldi başım üstte can verende Fatime balası geldi ağlama benim gemimde ağlasan Hüseyin'e ağla ağlama benim gemimde ağlasan Hüseyin'e ağla ağaların ağasıdır Ebi Abdillah ağaların ağasıdır Ebi Abdillah ürəklərin səfasıdır Abi La Kerbəla ağasıdır Ebi Abdillah Kerbəla ağasıdır Ebi Abdillah ağam 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 Ebi Abdillah ağam ağam Abi Abdillah Son söz ağam 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 Abi Abdillah ağam ağam Ebi Abdillah Sahibe zaman gelince Cebhede akar bu kanlar Sahibe zaman gelince Cebhede akar bu kanlar Perçemin qabağı saxla
Ya Hüseyin diyen cavanlar Perçemin qiyamı saxlar Ver Hüseyin diyen cavanlar Perçemi qiyamı saxlar Ya Hüseyin diyen cavan Dillere salar həmişə Bu kelamin o xanlar Dillere salar həmişə Bu kelamin o xanlar Ağlama mənim qəmimlə Ağlasan Hüseynə ağla Ağlama mənim qəmimlə Ağlasan Hüseynə ağla Ağaların ağasıdır Hərbiyəm Sinəl möhkəm Ağaların ağasıdır Ali Abdül İlla ürəklərin səfasıdır Ali Abdül İlla behişdi Kərbəlasıdır Ali Abdül Behişdi Kərbəlasıdır Ali Abdül İlla ağam 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 Əbi Əbdillah Əbi Əbdillah ağam ağam Mülayimə Gün o gün olsun İmam Hüseyin ağa Qəbrimizin əvvəl gecəsinə qonaq olsun